əziz Cavidçilərə. Mən Samriya Əmrahova, Cəlilabad rayon Göytepe şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Və orta məktəbdə bilirik ki, Hüseyn Cavidin əsərləri tədris olunur. Onlardan ikisi deməli ana əsəri, ana piyesi və bir də İblis əsəri orta məktəbdə geniş şəkildə tədris olunur. Mən bunu əyani şəkildə uşaqlara sevdirirəm. Düzdür, bizdə şərait olmur. Biz Hüseyn Cavidin ev muzeyinə gələk. Mən bugün birinci dəfədir, ilk dəfədir burada iştirak edirdim. Və səhv eləmirəmsə Ülviyə xanımı idi. Burada təqdim elədi. Çox gözəl şərh verdi. Təşəkkür edirəm izahçı. Və Gülbəniz xanıma da təşəkkür edirəm. Həqiqətən də mən bura girəndə ilk dəfə idi ki, belə muzeydə, belə deyim də, qədimliklə müasirliyi bir sintezdə vermişdi. Adama belə sanki elə bir Hüseyn Cavidlə ünsiyyət qururdum. O qədər mənə xoş təsirat bağışladı və şagirdlərimə mütləq bu barədə məlumat da verəcəm. İmkan olduqca onları da gətirəcəm. Hər halda orta məktəb şagirdlərinin burada iştirakçısının icazı var. Bir də mən dediyim kimi, orta məktəbdə biz ilk dəfə, mən şəxsən özüm səhnələşdirirəm Cavidin əsərləri. Ana piyesi fərqli bir motivdə, romantik ruhda yazılmış bir əsərdir və hər şagirdin öz baxış bucağı olur. Bu əsərə öz mövqeyindən yanaşır. Bilirik ki, Hüseyn Cavid dünya ədəbiyyatı isə təkrarsız bir ana obrazı yaratmışdır. İblis əsərində həmçinin və dəyərli ziyalılarımız qeyd elədi. Həqiqətən də Hüseyn Cavidin bütün əsərlərində sanki misraların hər biri bir aforizmdir. Mən onun hal-hazırda Hüseyn Cavidin öz həmkarım Elnarə Həsənova ilə birlikdə Hüseyn Cavidin Peyğəmbər piyesinin tədqiq məsələlərinə toxunduq. Bir çox araşdırmalar apardı və heç də təsadüfi deyil bu əsərə istinad etməyimiz. Çünki bilirdik ki, Hüseyn Cavidin bu əsəri 20-22-ci illərdə yazılıb və hansı dövrdə yazılmışdı və bu dövrdə həmin əsərə bir mənalı mövqedə yanaşmayıblar. Ona görə də bu əsəri hətta mən təhlil etdikcə, onları araşdırdıqca, tədqiqatçılar üçün öyrəndikcə, belə deyərdim, hər tədqiqatçının baxış bucağından bu əsəri bir də oxumuş oldum. Mən də bizim yazılarımızın ilk oxucuları da şagirdlərimiz olur. Onların da öz düşüncələri, öz fikirləri olur. Hətta bu tədqiqatçıların fikirlərini oxuduqdan sonra, bu araşdırmadan sonra uşaqlar deyir ki, müəllim, biz mütləq Hüseyn Cavidin Peyğəmbər əsərini oxuyacağıq. Bilirik ki, bu əsər uzun əsərdir. Bəzən uşaqlar orta məktəb dərsində olmayan əsərləri, qəbul proqramına salınmayan əsərləri çox da maraq göstərmirlər. Amma dedilər, vaxtımız olmasa belə oxuyacaq. Hətta oxudular da, maraqlı diskusiyamız da oldu. Mən bilirəm, bu yazı dərc olunacaq və hamıda maraqlı olan insanlar oxuyacaq. Ona görə də çox da uzatmaq istəmirəm, dəyərli ziyalılarımızın vaxtını almaq istəmirəm. Qısaca onu demək istəyirəm ki, bu əsər fəlsəfi məzmun daşıyır və bu əsərin tədqiqatçılar, hər bir tədqiqatçının özünün dediyim kimi müxtəlif aspektlərdən yanaşması var idi. Qərəzli yanaşmalar vardı, eləcə də burada Peyğəmbər obrazının ideallaşdırılması mövqeyinə yanaşanlar da var idi. Həmçinin bu əsərdə belə deyək də, həmin dövrdə tədqiq olunduğu üçün də yəni ziddiyyətli bir yanaşmalar var idi. Burada məsələn tədqiqatçıları qeyd eləmək istərdim. Müxtəlif tənqidçilər, tədqiqatçılar Hənəfi Zeynallı idi, Əli Sultanlı idi, sonra Yaşar Qarayev idi, Məhəmməd Cəfər Cəfərov idi, Şəfiyev idi və digər tədqiqatçılar bu əsərə öz mövqelərini bildirmişlər, obrazları müxtəlif cür təhlil etmişlər. Məsələn, elə Hənəfi Zeynallının yanaşmasına baxanda, onun mən burada bir sitatını da demək istərdim. Hənəfi Zeynallı dediyim kimi qərəzli yanaşmışdı. Əvvəlcə bu əsəri çox tənqid etsə də, sonra da, amma onun bir maraqlı fikri var idi ki, Cavid bir şeydə yazar, bir uçurum açar, bir afət doğurar, iblis rəqs edər, Peyğəmbər yaratmağa qeyrət edər. Bəlkə yarın bir İskəndər, ertəsi gündə bir Lenin diriltməyə can atacaqdır. Bugün Cavid bu yolu tutub getməkdədir. Amma Hənəfi Zeynallı əslində bunu kinayə yolu ilə desə də, sonradan biz bilirik ki, burada digər tədqiqatçı öz mövqeyini bildirmişdir ki, əslində o uzaq görənlik edib, həqiqətən də bu Çingizi, bir də İskəndəri yaratdı Topal Teymurun simasında. Hüseyn Cavid əvəzolunmaz sənətkardır. Mənsə elə ümummilli liderimizin Heydər Əliyevində ən sevimli dramaturgu idi, biz də bunu bilirik. Heç də bizim üçün də bir fəxrdir ki, artıq Hüseyn Cavidin bugün məzarı Azərbaycanda öz doğma torpaqlarındadır. Onu hər zaman sevə-sevə oxuyuruq və şagirdlərimizə təbliğ edirik. Və Peyğəmbər əsərində bir aforizmə xüsusi diqqət yetirmək istərdim ki, kəssə hər kim tökülər qan izini, qurtaran dahi odur yer üzünü.
Bir də ən çox sevdiyim misraları yekunlaşdırmaq istərdim. Deyir, mən gözəllərdə gözəl ruh ararım, ruhu düşkünləri çirkin sanarım və bundan da yekunlaşdırmaq istərdim. İnanıram ki, bu tədqiqatlar davam edəcək, çünki Peyğəmbər əsəri hələ də tədqiq olunmalıdır və əminəm ki, bunu da mənim şagirdlərim növbəti, yəni doktoranturada olan şagirdlərim tədqiq edəcək. Təşəkkür ederim.